Dostlar, bundan qabaqki videomda da dedim, indi qısa bir məlumatlandırma verim. Bilirsinizsə ki, mən bu avtomobillərin tərəfdarı deyiləm, amma müxtəlif nətər deyim, dələduzlar, maşenniklərə gedib ilişməyəsiniz deyə deyirsiniz ki, qardaş, yaxşı da bizim qəbulumuzdur, amma sən gətir, biz arxayın olaq. Ona görə də bu xidməti, yəni sizin təkidinizdən, sizin xahişinizdən əlavə eləmişəm. Yəni birdən elə bilərsiniz ki, mən bu maşınları tərəfləyirəm. Xeyr, ehtiyaca uyğun, sizin sevginiz əsasında, sizin seçiminiz əsasında sadəcə dəstək verirəm. Yəni bu da mənim xidmətimdir. Nədir? İndi onun hamısını sizə sadalayıram. Yenə də cover şəklindən görmüsünüz, yəni ki, Changan Guiyuan 207 Honor versiyası, amma 215 kilometr olan versiyadır bu. Avtomobili yenə də ilk ödəniş 40%, ayda $683 sizə 24 aylıq kredit verə bilirik. Yenidən ehtiyat hissələri bizə imkan verildiyi qədər ehtiyat hissələri verəcəyik və eyni zamanda bizə imkan verildiyi qədər servis göstərəcəyik. Bu təqribən ümumi işin 60-70%-ni təşkil edə bilər. Yəni kimsə gündəlik həyatda bu avtomobilləri sevir və istifadə etmək istəyirsə, biz bunun servisini də ehtiyat hissələrində öz müştərimizə təqdim etmək istəyirik. Bundan əlavə, avtomobilin qarantiyası. Əvvəlki videomda qeyd etmişdim. Qarantiya yoxdur. Biz qarantiya vermirik. Biz sizə yalnız servis, ehtiyat hissəsi mümkün qədər, yəni nə qədər bizə dəstək verirlər o qədər. Çünki bu bizim əlimizdə deyil. Bu asılıdır Kitaydan, bizim oradakı rəsmi, lokal təmsilçisidən. O bizə nə qədər verə biləcək, biz də sizə o qədər. Amma belə danışıqdan 60-70% keçib, amma qarantiya məsələsi olmayacaq. Qarantiya nə deməkdir? Qarantiya o deməkdir ki, istehsalçı sizə öz şərtləri altında qarantiya verir. Bunu Azərbaycanda yenə deyirəm, mənim kimi adamlar və yaxud da ki, şirkət eləyə bilməz. Çünki qarantiya sözünün arxasında istehsalçı durur. Məsəl üçün, ola bilər ki, siz bugün əl telefonu ilə mənim videolarıma baxırsınız və yaxud da kompüterdə baxırsınız və yaxud televizorda baxırsınız. Tutaq ki, Sony televizor, Samsung kompüter və yaxud da ki, Samsung telefon. Siz diqqət edin, bu televizor və ya da ki, telefonu alanda orada qarantiyanı kim verir? Qarantiyanı hər zaman verir Sony, hər zaman verir Samsung. Yəni kim? Yəni istehsalçı. Ona görə də mən sizə yalan deməyəcəm, qarantiya zad yoxdur, amma maşınları kreditinə təklif edə bilirəm. 40% ilkin ödənişlə sizin üçün, əgər istəyirsinizsə doğrudan da bu maşınları ki, arxayın olasınız ki, bunu güvəndiyimiz bir adam gətirir. Əgər ki, bəyənirsinizsə bu təklifimi $683. Deyəcəksiniz ki, niyə dollarla deyirsən? Çünki qiymətlər dollarlandır. Mənim üçün bu daha rahatdır. Onu siz manata çox rahatlıqla çevirə bilərsiniz. Rənglər, interyer, avtomobilin çatdırılması hamısı asılıdır. Nədən? Stokdan. Bunu hər videomda təkrar deyəcəm. Ona görə də ofisə zəng edib detallı məlumat ala bilərsiniz. Nömrəmiz 050 212 34 03. Əgər mənə e-mail yazmaq istəsəniz, ona da buyurun. E-mailimi bilirsiniz, aşağıdan keçir, orada yaza bilərsiniz. Sağ olun.